Bismillahirrahmanirrahim. Hər halda Həzrəti Zəhra Salamun Əleyhanın barəsində danışmaq bir verilişli, iki verilişli, beş verilişli deyil. 14 əsrdir danışılır, yenə də yeri var danışmağa. Amma mən oxuduğum ziyarətnamə 3 fərazdan ibarət olan ziyarətnamədir, amma mərifətlə doludur, mariflə doludur. İnsanın yaranma xilqətindən, insanın son hədəfindən və insanın xoşbəxtliyindən, bunların hamısından danışır. Mən demək olar ki, biz eləyə bilərik. Mən düşünürdüm mütaliələrimdə, veriliş üçün, necə deyərlər, o düşüncələrimdə, bizim ən böyük ziyarət, Əhl-i Beyt əleyhissalatu vesselam üçün ən böyük ziyarət və etibarlı ziyarətlərdən sayılan Cami-i Kəbirədir. Ki, o 12 imamın ziyarətnaməsidir. Mən bir anda, yəni bu təhlillərin nəticəsində düşündüm ki, Həzrəti Zəhra Salamullah Əleyhanın o 3 cümlədə olan ziyarətnaməsini şərh etmək üçün Cami-i Kəbirəni bunun kənarına qoymaq lazımdır. İndi yenə də mən bəzi paragraflarını onun işarə edəcəyəm. Amma sözü çox uzatmadan, çox müqəddəməyə getmədən başlayaq əsl ziyarətin şərhinə. Bu, xanım Zəhra Salamullah Əleyhanın nə qədər Allahın yanında məqamının böyük olmasını göstərir. Neçə müqəddəmənin, bu ziyarətnaməni düzgün başa salmaq üçün, başa düşmək üçün neçə müqəddəməni mən burada demək məcburiyyətindəyəm. Birincisi budur ki, uzaq bir müqəddəmə deyim, Azər müəllim, tamaşaçılar xahiş edirəm, diqqət etsinlər. Yəni, mən bu müqəddəmələrin nəticəsində şərhə daxil olacam. Birincisi budur ki, insanlar dünyada arzu baxımından neçə cürdürlər? Dünyada. Bəziləri, məsələn, fəqirdir, kasıbdır. Allahdan istəyi budur ki, gündəlik bunun dolanışığını heç olmaya versin. Bir dənə ev nəsib etsin, kirayədən xaric olsun. Bir dənə, məsələn, bir cüt qoyun, bir baş inək, 2 baş qoyun buna nəsib etsin. Arzusu bu qədərdir. Bəzilərinin bu varıdır. Amma daha da üstün şeylər istəyir. Məsələn, evi vardır, istəyir ki, bir qədər, məsələn, böyük evi olsun. Bir baş inəyi var, istəyir 10 baş olsun. Yəni, bu... İnsanlara görə arzular da dəyişir. İnsanlara görə. Yəni, bu insanlara görə və insanın o varına görə arzular dəyişir. Mütləq deyil ha. Və bu arzular da çox vaxt pisdir. Yəni, bizim hədislərimizdə də, dualarımızda da uzadı arzular nəhy olunub. Mən sadəcə olaraq bunu deməkdə misal ünvanı ilə istəyirəm, mənəvi arzulara getirəm, çıxardam. Bu arzular insanların xüsusiyyətindən də asılı ola bilər. Ola bilsin ki, insandır, hər şey var, heç şey də arzulamır. Və ya heç şey yoxdur, yenə də heç şey arzulamır dünyəvi baxımından. Bunları qoyuruq kənara. Normalda insanların arzularının mərhələləri onların dünyəvi varlarına görədir, dünyəvi dövlətlərinə görədir. Hədislərdə varımızdır. İmam Baqir Əleyhisselamdan xüsusilə salamun aleyh var ki, dünya dəniz suyu kimidir. Dəniz suyu şordur axı. Nə qədər içirsən, susuyarsan. Belədir. Yəni, birinin evi yoxdursa ev istəyir. Birinin evi varsa yenə ev istəyir, amma daha böyüsün. Birinin maşını varsa bir dənə Jiguli alıb, yox idi Jiguli üçün Jiguli arzusunu. İndi Jigulisi var, Mercedes istəyir. Mercedes var, nə Toyota istəyir. Bu cürdür, yəni insan. Nəyin səbəbini oldu? O varın səbəbini oldu. Yəni bu var, yox, varlar. Yəni mənim varlığım, dövlətli olmağım arzularımı böyüdür. Əgər yox, varı yoxdursa, kiçikdirsə arzusu da kiçikdir. Yaxşı, gələk mənəvi aləmə. Bu maddi aləmdə məzmumdur bu cür arzular. Maddi aləmdə məzmumdur, insanı məhv edər bu arzular. İnsanı uçuruma aparır bu arzular. Ayrı bəhsdir, işim yoxdur. Gələk maddi aləmə. Maddi aləmdə bu arzular məmduhdur. Yəni, yaxşıdır və gərək olsun. Amma Məgər mənim əlimdədir o arzu etmək?
Yəni mənim ixtiyarımdadır. Yəni bu cürdür ki, mən özüm elə durum bir dəfəlik elə bir arzu etdim ki, peyğəmbərlik arzusunu edeyim. Mümkün deyil. Gərək o az dövlət, mənəvi varlıq məndə olsun ki, indi bir nəfər namaz qılmır. Arzu edir ki, var bəziləri. Mənə bəzən yazırlar ki, məsələn, hacı, ustad, nə bilim, filan kəs, mən namaz qılırdım, bir müddətdir namazı atmışam, hər nə qədər edirəm namaz qıla bilmirəm. Mənə dua edin ki, namaz qılam. Yəni, arzusundadır ki, namaz qılsın 17 rəkət namazı. O daha arzu etmir ki, getsin, məsələn, bir dənə böyük mənəvi məqamlar edilsin. O, hələ ibtidaidə namaz arzusundadır. Və bəziləri namazdan da bir qədər keçir, daha da namaz qılandır. Amma sual verirlər, baxın, elə bizim demiyorlar ki, əksər verilişlərimizdə əziz tamaşaçılarımız sual verir ki, necə edək ki, namazımızın mənası olsun? Necə edək ki, namazımızın da zehnimiz Getməz. Amma bir şəxs ki, namaz qılmır, o ümumiyyətlə bu barədə fikirləşmir ki, zehnim hara getsin, hara getməsin. Gərək mənəvi bir varı olsun bunun, zahiri bir namazı olsun ki, sonra müəyyən mərhələlərin. Sonra bu zehnin cəm etdikdən sonra, yığdıqdan sonra sual verəcək ki, mən nə edim bu arzu? Nə edim ki, mən Allahla danışa bilim, müxatəbimi tanıyım? Bu istəklər nəyin müqabilindədir? Yəni o varın. Var olmasa növbəti istək gəlmir. Pillə-pillə getməlidir qabağa. İndi gəlin bu birinci müqəddimə. İkinci müqəddimə. İkinci müqəddimə budur ki, yenə də mən təkid edirəm və xahiş edirəm tamaşaçılarımız diqqət etsin bu müqəddimələrə. Bəzən görürsən ki, məsələn, Azər müəllim bir çıxış edib, bir parça kəsiblər, qoyublar, altında komment yazırlar. Cəmaat aya gedir, siz nə danışırsınız? Düzdür? Yəni. Mənim cavabım nəinki bu şəxsə, yəni bunu bunlar kömək olur, biz təhlil edə bilək dinimizi. Çünki bu cəmaat aya gedirin düşüncə tərzi maddiyyat qədərindədir. Ondan çox düşünməyə qüdrəti yoxdur bu insanın. Məsələn, nə kimi? Bir şəxs ki, dediyim kimi, heç nəyin yoxdur, boş bir dənə ev istəyir, ev arzusundadır. Yəni bu gördüyü budur. Necə uşaq ana bətnində əgər ona dil versək, düşüncəsi öz aləmində düşüncə, ana bətnindən başqa bir yer görmür. Bu dünyaya gəldikdən sonra görür ki, böyük bir maddi aləm də var imiş. Bu cürdür. Bu şəxslər hələ demək olar ki, maddiyyatın ana bətnindədirlər. Yəni bundan yuxarı görmürlər. Elə bilirlər ki, insanın hədəfi, yəni ən böyük var aya getməkdir, nə bilim, texnologiyadır, bununla müqayisə edirlər də adətən. Dəstəmazı, məsələn, sən dəstəmazdan danışırsan, qusuldan danışırsan, namazdan danışırsan, bəndəlikdən danışırsan, bu düşünür ki, siz nə danışırsınız axı? Mənə çatmır deyir, mənə çatmır, nə danışırsınız? Siz cəmaat, nə bilim, bu dəqiqə dünyanı bir kəndə döndəriblər, cəmaat deyəndə alimlər. Siz hansı elmdən danışırsınız? Cavab bundan ibarətdir ki, o qədər zehnin maddiyyata həsr olub, maddədən başqa bir şey görəmirsən ki, necə uşaq ana bətnində, anasının o bətnindən başqa bir şey dərk edə bilmir, elə bilir, var, yox, budur. Bu dünyaya gəldikdən sonra ayılır, o şəxslər ki, bu namazdan, dəstəmazdan və s. Hətta bundan da yuxarı söhbət edirlər. Onlar artıq bu dünyanı sənin bu dünyanı gördüyü, ana bətnində uşağın gördüyünü təsəvvür edirlər. Özlərin bu dünyada təsəvvür edirlər. Yəni bu cürdür, bu müqayisə belədir. Bəs bizim hədəfimiz ki, deyirik, insanın xilqətində, hədəf ki, bu Həzrəti Zəhranın, Salamullah Aleyhanın ziyarətnaməsində gələcək, aya getmək deyil, texnologiyanın inkişafı deyil, raket deyil, digital aləm deyil. Bunlar maddi aləmlərdir. Bunlar bəşəriyyətin ixtiyarında və bəşəriyyət heç bir mənəvi vasitəsiz ələ gətirə biləcəyi aləmdir. Bunları kafir və Allah tanımayan da ələ gətirə bilər və bu günlərdə hamıdan yaxşı onlar ələ gətirirlər. Bunlar əsla və əbəda insan xilqətinin hədəfi deyil. O və çoxları da mənim dediyimi başa düşməyəcək. Necə ki, mən özüm də yuxarı mərhələləri başa düşmürəm. Nə üçün? Çünki bu mərhələləri getmək lazımdır.
Məsələn, sən fərz elə ki, deyilən ki, necə biz başa düşmürük ki, filan aləmdə, məsələn, filan aləmdə zaman yoxdur, filan aləmdə məkan yoxdur. Dərk edə bilmirik biz. Zaman yoxdur, məkan yoxdur nədir? Məgər ola bilər ki, insan olsun, bugün olmasın, bugün sabah və dünən olmasın. Zaman aləmindən, maddə aləmindən çıxandan sonra biz Həzrəti Zəhra Salamullahi Aleyhanın ziyarətini yerə o aləm ilə söhbət edək və xırdalayaq məna edək. Müqayisə edək və o aləmi üçün. Yaxşı. Ona görə bu da bu müqəddəmə görə mənim yazdığım müqəddəmələrdə bir şey. Bəli. İndi o bu aləmdə insan hər şeyi özü özlüyündə ələ gətirə bilir. Maddi köməklərdən istifadə edib ələ gətirə bilir. Fəhlə, heç normal fəhləlindən. Yəni bu aləmin arzularını və bu maddə aləminin hədəflərini hər bir kəs öz istedadı, öz gücü qədər ələ gətirə bilir. Amma mənəvi aləm belə deyil. Mənəvi aləmdə tutacaqlara ehtiyac var. Mənəvi aləmlərdə rahnumalara ehtiyac var. Mənəvi aləmdə rəhbərlərə və yol göstərənlərə ehtiyac var. Onlar olmasa, o aləmdə sən arzulasan da bir yerə çata bilmirsən. Yaxşı. Allah təbarək və təala hidayət edəndir. Düzdür, Quran-ı Kərimdə Allah yuzil və yəhdi. Həm hidayətin qarşısını ala bilir, həm hidayət edə bilir. Edə bilir deyəndə yəni edir. Bu ziyarətnaməni mən oxumamış izah edirəm də, indi oxuyacağım, istinad edəcəm. Bu ziyarətnamədən düşünülür ki, Həzrəti Zəhra Salamun Aleyha bir imtihan verdi. Keçən dəfə bu fərazlara, bu paragraflar. Ya mumtəhənə, imtəhənəkillahilləzi xələqəki qəblə ən yəxluqəki. Allah səni imtihan etdi. Allah imtihan edən Allah özüdür. Peyğəmbər imtihan etmir, Həzrət Əli imtihan etmir. Allah imtihan etdi. Səni yaradan Allah, amma səni yaratmadan öncə. Burada neçə sual var idi ki, biri bu idi, necə yaratmadan öncə insan imtihan olamdı? Yaranmayıb ki. Bir maddə aləmin yaranışı var, bu müqəddəmələr onun üçündür. Bir mənəvi aləmdə yaranış var. Minlərlə il bu ilin, məsələn, yəni bu maddə aləmin ilinin zaman baxımından Əhl-i Beytin nuru Həzrət Adəm əleyhissalamın maddi xilqətindən öncə yaranıb. Bəziləri hətta buyururlar ki, 6 mərhələ Əhl-i Beytin yaranma mərhələləri var. Yəni zər aləmindən qabaq onların yaranma aləmi var. Məsələn, zər aləmi, əhd aləmi, ələst aləmi, ələm əhəd iləykum ya bəni Adəm ən la tə'budu şeytan və ən ya'budun. Zər aləmində bir əhd var, hamımız etmiş o əhdi, yaranmamışdan qabaq. Orada biz də yaranmışız zər aləmində. Bir mənəvi aləmdir. Və orada biz Allahla əhd bağlamışıq. Əhd. Və o əhd sonradan yaddan çıxır. O əhd sonradan yaddan çıxır, müəyyən səbəblərlə yada düşür. Və bu ümumi bir aləmdir mənəvi. Ondan öncə aləmlər var. Hətta buyururlar ki, bu hətta İslam fəlsəfəsində də bunlar bəhs etmir. Daha yuxarı irfanı bəhslərdə bunlar bəhs olunur ki, mərhələlər var. Əhl-i Beytin nuru orada hətta bu insanlardan qabaq yaranıb. Bəs bu məlum olduğu mənəvi aləmdə Əhl-i Beytin xilqəti. Qəblə ən yəxluqək. Yəni səni bu dünyada maddi yaranışından qabaq yaratmışdı və imtihan etdi. Nədir o imtihan? Biz keçən verilişdə müxtəlif ehtimalları dedik və mənim ehtimalım bu oldu ki, o imtihan bu dünyada Həzrəti Zəhranın çəkdiyi müsibətlər ki vardır, onu qabaqcadan Həzrəti Zəhra salamullahi əleyha üçün Allah təqdim edib və o imtihandan başı uca çıxıb. Bu bir xəbər. Amma bundan daha dəqiq və daha dərin mənalar ediblər və bunların hamısı ola bilər. Və indi mən o mənanı deyəcəm. O mənanı nə üçün bəs? O mənanı deyəndə o məna təkcə Həzrət Zəhraya da aid deyil, Əhl-i Beytə aiddir. Amma nə üçün Həzrəti Zəhra burada imtihan? Digər imamların ziyarətnaməsində gəlməyib. Əssalamu aleykə ya Nəbiyyəllah, əssalamu aleykə və vəlillah. Bu mümtəhənə ilə, imtihanla gəlibdir. Nə üçün? Çünki müsibət məsələsi var. Həzrəti Zəhranın bir bu dünyada da vilayətin başına gələn müsibətlərin
bu dünyada müsibətlərini çəkib. Ona görə ehtimal var ki, o keçən verilişdəki təfsirimlə də tamamlansın. Yəni xüsusilə buna xatir Həzrəti Zəhra mümtəhənə gəlibdir. Yaxşı, o məna nədir? O imtihan hidayət imtihanıdır. Yəni nə? Nə deməkdir bu? Bunlar, bəs əziz tamaşaçılar, ümidvaram ki, bundan öncəki müqəddəməni, xüsusilə sonuncu müqəddəməni yadında saxladılar ki, axirət mənəvi aləmdə inkişaf etmək üçün, mənəvi aləmdə məqama çatmaq üçün, məqamı başqa ibarətlə, hədəfə çatmaq üçün, müəyyən küçələri, xiyabanları getmək üçün yol tanıyana ehtiyac var. Bir nəfər sənin əlindən tutmalıdır, aparmalıdır. Bir nəfər sənin üçün çıraq salmalıdır, bir işıq salmalıdır ki, göstərməlidir. Və xüsusilə şeytanın işi orada, bu dünyada şeytanın işi bu dünyanın özü üçündür. Bu dünyada, indi yenə də çətindir ha, bu sözləri dərk etmək mənim üçün Azər müəllim çətindir. Və bu dünyanın öz günahları vardır, bu maddə aləmin. O oğurluq eləməsin, şərab içməsin. Amma o mənəvi aləmdə ki, bu dünyada insan yaşayacaq, o mənəvi aləmi dərk edə bilir. Orada şeytanın ümumiyyətlə hilələri çoxdur. Yəni orada insan nə qədər deyir, yuxarı gedirsə, oradan yıxılmaq o qədər insanı vaxtımız azdır Azər müəllim, mimikalarından hiss edirəm ki, istəyirsiniz, nə qədər vaxtımız var? Sözümüzü tamamlayaq bu. Sözümüz tamamlanmayacaq. Sözümüz tamamlanmayacaq, amma İmtahanın əsas o məğzin deyin. Bəli. Budur, imtihan, Həzrəti Zəhra imtihan olundu. Nədə imtihan olundu? İnsanların hidayətini qəbul edə bilər bu şəxsiyyət ya yox. İnsanlar üçün mənəvi aləmdə hidayət edici ola bilər, ola bilməz. Feyz vasitəsi ola bilər, ola bilməz. Yəni şəfaətçi ola bilər, ola bilməz. Şəfaət başqa bir şeydir. Şəfaət qiyamətin gününə aiddir. O heç. O əhl-i-beyt, o da ola bilərsin burada. Yox, bu dünyada mənəvi aləm üçün hidayət edə bilər, edə bilməz. Bu ağır məsələdir hər kəs. Həzrəti Zəhra bu potensialda var imiş. Və orada çətinliklər var və çətinliklər də olacaq həmin yerdə. Əziyyətlər olacaq, çətinliklər olacaq. Və bu rəhbər olmalıdır, bu rəhbər olmalıdır, bu aparmalıdır. Eyni Peyğəmbərin o funksiyası. Bəli, əhsən. Mən bir Cami-i Kəbirədən bir parça oxuyuram. İndi qalar söhbətimiz, qalar gələn verilişə. Yəni, zərurəti yoxdur qısa deyək və elə bir cümlədə. Əsas keyfiyyətdir də, yəni baş. Bəli. Söhbət budur ki, Həzrəti Zəhranın verdiyi imtihan bu aləmdə insanların mənəvi hidayəti üçün verilən imtihan. Bəli, bunu bacarar, bacarmaz və bu zəhmətlərə dözəcək, dözə bilməyəcək, insanlara apara biləcək, apara bilməyəcək. Bir dənə ailəni idarə etməyə Azər müəllim, nə qədər? Mən bir dənə, qoy, haşiyə çıxım icazəsindən. İmam Zaman əleyhissalam, İmam Zaman əleyhissalamın vücudunun fəlsəfəsi nədir? Bugün İmam Zaman əleyhissalamın diri olmasının fəlsəfəsi nədir? Düşmənlər, rəqiblər şübhə edə bilərlər. Yaxşı, İmam Zamanınız ki, qeybdədir. Bəli. Siyasi rəhbərliyi də edə bilmir. Edə bilmir siyasi rəhbərliyi, çünki qeybdədir. Bəs nə üçün diridir? Bu dirliyinin. Hədislərdə vardır ki, nədir? Buludun arxasından olan. Bunun təhlili nədən ibarətdir buludun arxasından olan? Bu deməkdir ki, məgər imamət məgər elə bu dünyada siyasi rəhbərliyi deməkdir. Biz burada çaşırıq. Siyasi rəhbər, Həzrət Əleyhisselam imam idi, imam deyildi. Siyasi rəhbərliyi, siyasi imamət nə qədər oldu? 4 il 9 ay. Nə dedi orada? Dedi ki, keçinin burnundan axan su qədər bu siyasi rəhbərliyin mənim yanımda önəmi yoxdur. Önəmi və dəyəri yoxdur. O zaman önəmi ola bilər ki, bir məzlumun haqqını zalimin alma özünə qoy. Əsas mənəvi başqa bir şeydir. İnsanların ruhuna qidadır. Bəs İmam Zaman əleyhissalam əgər diridir, işi varıdır. Bu siyasi rəhbərlikdən böyük işləri varıdır. Böyük işləri vardır. Yaxşı, Azər müəllim, hər birimiz 2-3 nəfəri idarə edirik. Nə qədər çətinliyimiz var?
Və dedik ki, o aləmin çətinliyi ümumiyyətlə başqa bir şeydir. Bunu Həzrət Zəhra imtahan verdi. Və bundan və kunti limemtəhənəki sabirə. Səbirli oldun. Səbirli oldun və boyun əhd etdin Allahla ki, mən hansı çətinliklə olsa bunları hidayət edəcəm. Son sözümü deyim, inşallah qalanı qalacaq, gələn verilişə daha da artıq Cami-i Kəbirədən faktları mən gətirə bilmədim, vaxt olmadı. O da budur ki, biz ki deyirik ki, Əhl-i Beytə, məsələn, Həzrət Zəhra salamın aleyhə istiğasə namazı var. İşqallar var ora. Bir gün inşallah mən o işqalları dəf edərəm, cavab verirəm. Biz deyirik, Əhl-i Beyt əleyhissalatü vəssalam feyz vasitəsidir, hidayət vasitəsidir. Bəzi sələflər ki, həqiqətən maddə aləmdən o tərəfə çıxa bilmirlər, hətta Allahı da maddə bilirlər, bir növ öz danışıqlarının lazıməsi budur. Deyirlər, Allah yəhdi və yuzil. Bəli, Allah. Allahdır əsl səbəbkar, onunla işim yoxdur. Amma Əhl-i Beytsiz hidayət nə deməkdir? Hidayət nə deməkdir? Yəni yol göstərmək. Əhl-i Beytsiz bir sıra yollar var ki, getmək mümkün deyil. Deyir, ağa, mən icazə ver göstərim. Mən Əhl-i Beyti qəbul etmirəm, hidayət olmuşam. Belə deyir də, vəhabisi, sələfsi. Mən deyirəm, sən hidayət olmamısan axı. Elə təsadüfən mənim sözüm budur ki, siz hidayət olmamışsınız. Çünki Əhl-i Beyt yoxdur, hidayət olmamışsınız. Xeyr, la ilahe illallah deyirəm. Bəli, təkcə la ilahe illallah qədər hidayət olmağın eybi yox, Əhl-i Beytə ehtiyac yoxdur. Onun çoxları deyir də elə. Və əşhədu ənə Muhammedən Rasulullah sallallahu əleyhi və səlləm qədərində ehtiyac yoxdur. Yəni bu dünyada zahiri İslam. Zahiri İslam gətirmək üçün yoxdur Əhl-i Beyt. Əhl-i Beyt o çətin yolların hidayətgəridir. İsal be mətlubdur da, aparıb insan o hədəfə çatdırır. O yollardakı təhlükələr var, Əhl-i Beyt aparmalıdır. Əhl-i Beyt o yollarda vasitədir. Düzdür, indi ola bilsin ki, biz xörəyimizin duzun da Əhl-i Beyti vasitəsalaq istəyək və yaxud Allahdan istəyək. Bu başqa bir məsələdir. Amma Əhl-i Beytin işi bu dünyanın vasitəçisi deyil ki, sonuncu sözümü deyim Azər müəllim. Bir nəfər Həzrət-i Məsumiyyə təvəssül edib, Həzrət-i Məsumiyyə, salamlar, mərufdur Qumda. İndi həqiqəti nə qədərdirlər, işim yoxdur, amma Qumda bu məşhurdur. Ev istəyirmiş, nə bilim, ailə istəyirmiş. Böyük bir alim var, Həzrət-i Məsumə salamullah aleyhanın ziyarətinə gələnlər daha da gedir, o qəbristanı da ziyarət edir. O qəbristanın adı Şeyxan qəbristanıdır. Orada mərhum Mirzə-i Qumi dəfn olub və böyük bir şəxsiyyətdir hətta. Onun hansı şahsa öz qızını onun oğluna verirmiş, o razı deyilmiş, amma şaha da etiraz edə bilmirmiş. Və dua edib Allahdan ki, oğlun əlindən alsın. Deyirlər, vitir namazının qunutu qutarmamış, oğlu can tapşırıb. Yəni, bu qədər müstəcabı dəvəmiş bu şəxs. Şeyx Abbas Qumi, üzr istəyirəm, Mirzə-i Qumi. Bu şəxsi yuxuda görüb bu adam ki, deyib ki, ayıbdır Həzrəti Məsumə salamullah aleyhanın qapısına gedmisən, ev istəyirsən. Onlar böyük hədəflər üçün yaranıb Allah, onları yaradıb. Böyük hədəflər üçün. O evi mən də verə bilərəm. Yəni mənəvi hədəflər üçün. Mənəvi hədəflər üçün. Sonra deyirlər, məşhurdur, hər kəs izdivac etmək istəyir, evlənmək istəyir. Ev işi gedirlər Mirzə Quminin qəbrinə. Mən bir çox vaxt özüm müşahidə etmişəm, cavanlar filanlar ki, evlənməklər çətindir, gedib ona mütəvəssil olurlar, məşhurdur. Yenə də mən təksib təsdiq etmirəm bu sözü. Amma həqiqəti budur, buradan durasan gedəsən İmam Hüseyin əleyhissalamın yanına deyəsən mənə pul ver. Bunları istəmək olar, amma bunlar onun üçün xəlq olmayıblar. Yəni bunları vasitəsiz də almaq olar. Bunları insan özü də deyirəm, kafirə də Allah verir də, Ər-Rəhmanur-Rəhimdir də, bu dünyada hamıya verir, bunu hamıya verir. Bəs bunu deyirəm o müxaliflərə, Əhl-i Beyt əleyhissalam ki, deyirsiniz ki, Əhl-i Beytsiz hidayət, onlar zahiri hidayət bəli. Amma batini hidayət ki, inşallah qulaq asın, əgər icazə versələr, bizə vaxt versələr, gələn həftə vaxtımız var, əyyam qutarmır gələn həftə. Var, vaxtımız ehtimalən var. Əgər olsa, inşallah biz bunu kamilləşdirərik daha da. Bu Əhl-i Beyt əleyhissalatü vəssalam mənəvi məqamların hidayətçisidir.